Mən hal-hazırda indi işdə deyiləm, amma narahat olmayın. Yazdığım resept əsnasında için dərmanları. Bəli, yeməkdən sonra, sağ olun. Müəllim, resept demişkən, siz deyəsən həkimsiniz. Bəli, Doktor, bir sualım var sənə. buyur. Bu ayaqla boğazın nə əlaqəsi? İnsanın ayağı yaş olanda, insan yavaş-yavaş şəstələnir, boğazı şişir. Amma boğaz yaş olarsa, insanın ayaqları onun sözünə baxmır. Adamı qayət o. Əla, bunu da götürüb qızlardan birini sataram da. Qəşəng baxırlarlar. Şəxsi. Ala, mənim dükanımdan oğurluq eləyirsən? Əmi, ay əmi. Nəyim ala, əmdil? 20 yaş məndən böyüksən, Gəl indi sənə görsədərəm oğurluq eləmək nə deməkdir. Ala bir dəqiqə deyəm də. Ala hamı sənə deyir ki, görsədərəm. Bilmirsə görsədim də. Adam nə qədər tutular ara? Ala, şotka baş. Ağrıya dözümün var. Var, bir şey yoxdur. Onda düşüşə bağlı. Ha, bu kutkanızdan da xoşum gəldi. Zəhmət olmasa 3 dənə də köynək mənim üçün, bir dənə də şalvar. Kəbir, Vay. mənim əynimə giyinməyə heç nəyim yoxdur. Sən burada özünə əyin baş alırsan, ha? Belə oldu, hə? Mənə deyirdilər, sən çox xəsis adamsan, inanmırdım. Amma hep yox. Al büzüyü, nişanlı qaytarıram. Xəsisin biri xəsis. Həyatım. Bunun altındakı o sənəd olur, qızılın. O harda da o zəhmət olmasa ver demə. Yox, sata bilməyəcəm. Vicdansız xəsis. Heç olmasa WhatsApp-la göndər də qurban ol. Daratmısan üzüyü.